qoy tamaşaçıların da nəzərinə çatdırım. Gülağadır, söz ustasıdır və Ceyhundur, söz ustasıdır. Burada nə edirsiniz? Sağ ol abi. İstirahət edirik də mən oturmuşum. Saat edirik. Sən hara, bura hara? bu. Mən sual verməkdə siz hara, bura hara, bunlar dirtələrə, bura hara. İkimiz də arıq adamlarsınız. Bu nə boyca samavardır siz demişsiniz. Yoxsa özləri belə demişsiniz samavar çayı belə gətirirlər. Çox sağ olsunlar, çox qonaqpərvərdirlər. Maşallah qulluq eləyirlər də, Allah şükürlər olsun. Bax qardaşlar, mən bu siz necə, yəni həmişə nəsə belə qismətdən nəsə gəlib çıxır edir. Gələndə yolda bizim operatorımızla bir yerdə maşında bir dənə mahnıya qulaq asırdıq. Hə, bir dənəyə qulaq as. Yox, bir neçə mahnıya qulaq asır. Amma ən ləzzət eləyəni, mən bilmirəm bunu təzə yazmısınız siz, yoxsa çoxdankıdır, o biri var ya, siz deyirsiniz, mələyim olarsan, ürəyim olarsan. Ondan hər həviz bir canlı deyin də, daha maşında qulaq asmayayım. Sən məni xoşbəxt eləsən, mələyim olarsan. Səni elə möhkəm sevərəm, ürəyim olarsan. Hə, ürəyim olarsan, ürəyim olarsan, ürəyim olarsan, ürəyim olarsan. Məni ayrılsaq da canım yadına salarsan. Gəlib xəyallarımın əziz qonağı olarsan. Məni ayrılsaq da canım yadına salarsan. Gəlib xəyallarımın əziz qonağı olarsan. Hafizəmdə, yaddaşımda əbədi qalarsan. Məni tənhalıq sıxanda köməyim olarsan. Tez gələrəm yanına başı bəlalı olsan. Lap sənə qurban olaram həyalı olsan. Aşiqinə qarşı əgər vəfalı olsan. Səni başıma taz edərəm, bəzəyim olarsan. Bəzəyim olarsan, bəzəyim olarsan. Sağ olun, sağ olun. Bax gördün, mən bu qismətdir də, yolda oxuya-oxuya gəlirdik, gəldi burada da qismətimizə canlı ifa çıxdı. İndi keçək biz mətləbə, əsas məsələyə. İstəyirəm sizə bir neçə sual verim, maraqlı suallar. Ümumiyyətlə, çay neçə dərəcədə qaynayır? Neçə dərəcə istilik, su neçə dərəcə istilikdə qaynayır? Sima var da. Yox. Mən yox sualı verdim, boş düşmədim. Sualdır başqa, 100 dərəcədə qaynayır, yəni deyim. Demək, bax belə bir deyim var, indi qismətdən, yəni söz ustalarının yanına gəlsən, deyirlər ki, sözü vaxtında deyərlər. Eşitmişsiniz? Eşitmişik ya. Niyə deyirlər ki, sözü vaxtında, bəlkə elə bu, nə mürəbbəsi, çiyələk mürəbbəsini bəlkə vaxtında yiyərlər. Nəinki sözü vaxtında deyərlər, hər şeyin öz vaxtı var, hər şeyin öz zamanı var, öz anı var, gərək hər bir şeyi vaxtında eləyəsən. Bir şey ki, 2 ildən sonra eləyəcəksən, onu duraq sab eləyək, bu elə də uğurlu olmayacaq. Yəni onu 2 ili gözləmək vacibdir. Gözləmək vacibdir. Söz var deyir, kəsər savaşı, söz var kəsər başı. Hər şeyin vaxtı var, yeri var. Baxır hardana danışırsan, deyir, hər sözün öz yeri var, hər yerin öz sözü var. Yox, doğrudan ha, hər sözün öz yeri var, hər yerin öz sözü var. Ay Allah, indi mən burada yersiz açmadım ki. O inşallah. Sözün baxanda bilərsən. Sən necə fikirləşsən Ceyhun? Mən də elə fikirləşirəm. Sözün doğrudan yerini bilmək, zamanını bilmək, zamanında işlətmək çox gözəldir. Yəni onun dəyəri yoxdur, qiyməti yoxdur. Qalan hər bir şey də elədir. Hər bir şeyin gərək yerin, vaxtının, zamanını biləsən. Havada külək var ha biraz. Görürsən biraz soyuqdur. Aha. Girək indi çaya çimək. Aha. Su xəstələnəcəkdir də, düzdür? Onun üstündə girib çimsəkdik, nəfəs eləyəcəkdik. Xəstələnməyəcək. Xəstələnməyəcək. Hər şeyin vaxtı var. Hər şeyin. Yaxşı, onda belə bir şey deyim. Əgər sizdə dəyişmələrdə, məsəl üçün nəsə bir atmaca atırsan Ceyhuna. Ceyhun bu bənd deməsə cavabı, yəni cavab verməsə, sözü vaxtında deməsə sənə, sonra sən birini deyirsən, ondan sonrakında desə qəbul olunmur, hə? Qəbul olunur, hardasa o gözəlliyi yoxdur. Özüm tamaşaçısan elə bilir, mən Ceyhunla deyirəm. Bir dənə dedim Ceyhunla cavab vermədi, mən bir dənə də dedim Ceyhun necə təsir bağışlayarsan? Hə, mənə yəni ki, bu deyə bilmir. Bu nəyə gətirmişsin ki bu orada? Mən də sizə təşəkkür edirəm. Sizlə də bax belə
Gəldik. Harda qaqda görüşdük özdə. Yəni həmişə istirahətdə qardaşlar. Qaqda görüşdük, yaxşı vaxtda görüşdük. Təşəkkür edirəm sizə. Sağ ol əzizim, sağ olun, minnətdaram.